İzləyicilər, hər vaxtınız xeyir. Bu arxada gördüyünüz avtomobil deməli BMW C30 avtomobildir və B46 mərkəyə sahibdir. Bu avtomobildə biz ümumi yoxlanış, check-up yoxlanış eləyirik və dəmirçi maliyyə işindən başqa avtomobildə bizə lazım olan əsas nə problemlər varsa onlara baxırıq. Mühərrikdir, sürətlər qutusudur, askı sistemindir, elektronika sistemidir, kompüter diaqnostikadır. Bunların hamısını biz detallı formada yoxlayırıq. Kamera baxışdır, porşendir, gilizdir, hər bir şeyə burada baxırıq. Klapanın sanliklərinə, klapana kimi hər bir şeyini kamera vasitəsilə baxış eləyirik və bu avtomobildə lazım bütün baxışları eləmişik, askı sistemini də yoxlamışıq. Avtomobildə nə problem var, onları da avtomobil sahibinə bildirmişik ki, avtomobilin problemləri budur, təxmini xərcin çıxacaq xərcin minimumla maksimumu qiymətləndirmişik və avtomobil sahibinə bildirmişik. İnşallah ki, bu problemləri avtomobil sahibi müəyyən bir zaman sonra ona uyğun olan bir zamanda inşallah yaxınlaşacaq bizim servisimizə və biz buradakı olan bütün problemi aradan qaldıracağıq. Əgər sizin də avtomobilinizdə ümumiyyətcə nələr problemlidir, nələr salamatdır, nələr dəyişilməlidir, nələrə ehtiyac var, nələrə ehtiyac yoxdur, bunları bilmək istəyirsinizsə bizim servisi seçib yaxınlaşa bilərsiniz. Biz burada həm alqı-satqı yoxlanış eləyirik, avtomobil alan zaman bizim servisdə yoxlanış eləyə bilərsiniz, həm də ki, öz avtomobilinizdə problemlər nələrdir, nədən qaynaqlanır, nə qədər xərci olar, yol çıxa bilərsinizmi, çıxa bilmərsinizmi? Çünki bəzi müştərilər var ki, zəng gəlir ki, uzaq məsafə çıxacam, yaxınlaşıb bizim servisə biz həmin avtomobili yoxlayırıq detallı formada. Eyni ilə də siz də yaxınlaşıb bizim servisdə yoxlanış prosedurunu həyata keçirə bilərsiniz. Təşəkkürlər, izləmədə qalın.